Günlərin birində gördüm ki, nənəmlə bibim Sona adlı bir qadın barəsində danışıb ağlayırlar. Mənə də maraqlı gəldi ki, görəsən bu Sona kimdir? Где Türkiye? Тоже мне спасательница. Her an ayağıma taş bağlanabilir. Вы помогали пленным, но для того, чтобы они сбежали. Sənə güvənməsəydim, mən buna cəsarət eləməzdim. Sən demə Sona Hacıyeva qohumumuzdur. O vaxt Nargin adasından Türk əsirlərini xilas edib. O ada nasıl bir yer? Təəssüf ki, onun taleyi hələ də sirli qalıb.